Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlarım, gözəl insanlar. Mən sizə çox maraqlı bir məhsul göstərmək istəyirəm ki, bu ut hindi, yəqin ki adı eşitmisiniz. Bitki ut hindi, ut hindidir, qarazirədir. Bunlar çox gözəl qanda iltihabı təmizləyir. Amma heç mən ağlıma gəlməzdi ki, ut hindidən, baxın, kim siqaret tərk etmək istəyirsə, çox gözəl ut hindi tozundan, nanə qarışığı, çox qəşəng siqaret hazırlanıb ki, bu ağciyəri təmizləyir, qan devranına yaxşı təsir göstərir. Ümumiyyətlə ut hindi özünüz bilirsiniz ki, necə gözəl faydalı bir məhsuldur. Ut hindinin qanda iltihaba çox yaxşı təsiri var. Ut hindinin yağıdır, tozudur, yaddaşı möhkəmləndirir, orqanizmi gücləndirir. Baxın, kim siqaret tərk etmək istəyirsə, istər qadınlar, istər kişilər, çox gözəl bu cür əl dava, hər dərdə bir dava mağazasında çox gözəl ut hindinin siqaretləri var. Bax bu cür. Görürsünüz. Tərkibi təmiz bitkidir. Təmiz bitkidən, ut hindidən ibarətdir, nanədən ibarətdir. Bunun məsələn tüstüsü də insan orqanizmasına ziyanlı təsir göstərmir. Həm xanımlara, ümumiyyətlə hamilə qadınlara, uşaqlara ziyanlı təsir göstərmir. Bugün siz də bax əl dava, hər dərdə bir dava mağazasından ala bilərsiniz. Görürsünüz. Yəni bir neçə nəfər ətrafında istifadə ediblər, çox faydalı olduğunu dedilər deyə. Mən də dedim elə qoy bunu da sizə göstərim. Əgər ətrafınızda, ailənizdə adam bilmir də, oğlan uşağıdır, 11-ci sinifdir, 10-cu sinifdir, ana görür ki, oğlu siqaret çəkir. Bax bunlarla çox gözəl tərk edə bilərsiniz. Həm də bu dəqiqə elə bir dövrdə yaşayırıq ki, zaten ağacların kəsilmiş dövründə yaşayırıq. Oksigeni təmizləyən bir o qədər ağac yoxdur. Heç olmasa ağciyərinizi də siqaretlərlə yükləməyin. Zaten indiki siqaretlər keçmiş tütün deyil, hamısı kimyəvi qatqılardır. Ona görə mən sizə çox gözəl belə bir tövsiyə edirəm. Ut hindi. Həm ağ rəngi var, həm qəhvəyi rəngi var. Ut hindidən kim siqaretdən qurtulmaq istəyirsə, çox gözəl istifadə edə bilər. Sağ olun, salamat qalın.